Azərbaycan Respublikasının ictimai-siyasi həyatında mühüm iz qoymuş dövlət xadimlərindən biri olan Vasif Əlioğlu Talıbov uzun illər ərzində Naxçıvan Muxtar Respublikasının inkişafı və möhkəmlənməsi istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərmişdir. Onun dövlət idarəçiliyindəki fəaliyyəti qanunçuluğa, milli maraqlara və dövlətçilik prinsiplərinə sadiqlik üzərində qurulmuşdur. Vasif Talıbov Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri kimi çalışdığı dövrdə Muxtar Respublikanın sosial-iqtisadi inkişaf strategiyasının formalaşdırılmasında mühüm rol oynamışdır. Bu illər ərzində Naxçıvanın infrastrukturunun yenilənməsi, müasir yol nəqliyyat şəbəkəsinin qurulması, enerji və ərzaq təhlükəsizliyinin təmin olunması, sənaye və kənd təsərrüfatının inkişafı istiqamətində geniş miqyaslı layihələr həyata keçirilmişdir. Onun rəhbərliyi dövründə təhsil, səhiyyə və mədəniyyət sahələri xüsusi diqqət mərkəzində olmuş, yeni məktəb və xəstəxanalar inşa edilmiş, ali və orta ixtisas təhsilinin maddi-texniki bazası gücləndirilmişdir. Eyni zamanda Naxçıvan Muxtar Respublikasında tarixi mədəni irsin qorunması və bərpası istiqamətində görülən işlər milli mənəvi dəyərlərə göstərilən yüksək ehtiramın bariz nümunəsi olmuşdur. Vasif Talıbovun fəaliyyətində Azərbaycan Respublikasının ərazi bütövlüyü, dövlət müstəqilliyinin möhkəmləndirilməsi və ümummilli lider Heydər Əliyevin siyasi irsinin qorunması əsas prinsip kimi daim ön planda tutulmuşdur. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət siyasətinə uyğun şəkildə Naxçıvan Muxtar Respublikasında sabitlik və təhlükəsizlik təmin edilmiş, ictimai-siyasi mühit daim nəzarətdə saxlanılmışdır. İdarəçilikdə tələbkarlıq, nizam-intizam, strateji düşüncə və məsuliyyət hissi Vasif Talıbovun dövlət xadimi kimi səciyyəvi cəhətlərindəndir. Onun uzun illər ərzində topladığı idarəçilik təcrübəsi Azərbaycan dövlətçilik tarixində özünə məxsus yer tutur. Hörmətli Vasif müəllim, sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir. Sizə möhkəm can sağlığı, uzun ömür, ailə səadəti və xoş günlər arzulayırıq. Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı və milli mənəvi dəyərlərimizin qorunması istiqamətində uzun illər ərzində göstərdiyiniz səmərəli fəaliyyət dərin hörmət və ehtiramla xatırlanır. Sizin zəngin idarəçilik təcrübəniz, prinsipial mövqeyiniz və dövlət maraqlarına sədaqətiniz hər zaman nümunə olmuşdur. Arzu edirik ki, həyatınızın bundan sonraki mərhələsi də sağlamlıq, mənəvi rahatlıq və firavanlıq içində keçsin. Sizə ən xoş arzularımızı yetirir, doğum gününüzü bir daha ürəkdən təbrik edirik. Ad gününüz mübarək.